Salam kanalımızın dəyərli müəllimləri, hər vaxtınız xeyir olsun. Biz bu günləri geri qalan qiymətləndirmə mövzusunun izahına baxırıq. Keçən dəfə formativ və diaqnostik qiymətləndirmənin izahına baxmışdıq. İndi isə summativ qiymətləndirməyə baxırıq. Baxın, summativ qiymətləndirmə əvvəlcə nədir? Ona baxaq. Summativ qiymətləndirmə şagirdlərin bölmə ərzində, il ərzində əldə etdiyi nailiyyətlərin dəyərləndirilməsi, qiymətləndirilməsidir. Bir də vurğulayıram, summativ qiymətləndirmə şagirdlərin bölmə ərzində, il ərzində əldə etdiyi nailiyyətin dəyərləndirilməsi və qiymətləndirilməsidir. Və eyni zamanda summativ qiymətləndirmədə sizin testlərdə qarşınıza çıxa bilər ki, müəllim öz fəaliyyətini ölçür və yaxud da məktəbin keyfiyyət göstəricisini ölçürük. Baxın, bunların hər biri summativ qiymətləndirməyə aid olan sözlərdir. Müəllimin öz fəaliyyətini ölçməsi, şagirdin məktəbin keyfiyyət göstəricisini ölçülməsi və ümumi olaraq şagirdlərin bölmə ərzində, il ərzində əldə etdiyi nailiyyətlərin müəyyənləşdirilməsi, qiymətləndirilməsini özündə əks etdirir. Baxın, biz düşünürük ki, summativ qiymətləndirmə şagirdlərə aiddir. Yəni, şagirdlərin nailiyyətini qiymətləndiririk. Baxın, nailiyyət cəhətdən bəli, şagirdin nailiyyətini qiymətləndiririk. Bizə testdə desə ki, müəllimin nailiyyəti qiymətləndirilir. Bu yanlışdır. Biz müəllimin nailiyyətini yox, müəllimin fəaliyyətini, yəni müəllim öz fəaliyyətini qiymətləndirə bilir ki, mən bu bölməni şagirddən necə tədris etmişəm, bu bölmə ərzində keçdiklərimi şagirdlər necə mənimsəyiblər. Və məktəbin keyfiyyət göstəricisi o deməkdir ki, yəni şagirdlərin çox hissəsi məsələn 5 alıbsa, summativ qiymətləndirmə bilirsiniz ki, kəmiyyətlə yazılır da. 5 alıbsa və yaxud da 4 alıbsa, biz bu cəhətdən də məktəbin keyfiyyət göstəricisini də ölçə bilirik. Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və burada da qeyd olunduğu kimi jurnalda qeyd olunur. Eyni zamanda şagirdlərin məktəbli kitabçasını da biz qeyd edirik, yəni gündəliyə. Və summativ qiymətləndirmənin 2 növü var. Kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə. Baxın, kiçik summativ qiymətləndirmə bir yarım il ərzində, baxın, bir yarım il ərzində hər bölmənin sonu keçirilir. Bir də vurğulayıram, kiçik summativ qiymətləndirmə bir yarım il ərzində və hər bölmənin sonu keçirilir. Bu ikinci yarım ilə də aiddir. Və deyirik ki, ümumiyyətlə belə bir qayda kimi desək, yəni bir ildə hər bölmənin sonunda və kiçik summativ qiymətləndirmənin sayı ən çox 6, ən az isə 3 dənə olmalıdır. Baxın, bir yarım il ərzində, hansı ki biz yarım illiklər çıxardırıq, həmin müddətə qədər 2 summativ keçirmək olmaz. Yəni kiçik summativ qiymətləndirmə keçirmək olmaz. Və deyirik ki, kiçik summativ qiymətləndirmə ən çox 6, ən az da 2 dənə, 3 dənə ola bilər. Və bir də vurğulayıram ki, hər bölmənin sonunda biz kiçik summativ qiymətləndirmə keçiririk. Böyük summativ qiymətləndirmə isə 2 dəfə olur və bu birinci yarım ilin sonunda və ikinci yarım ilin sonunda. Kiçik summativ qiymətləndirmə sualları müəllim tərəfindən tərtib olunur. Yəni biz sualları hazırlayanda, yəni biz müəllimlər hazırlayırıq sualları. Müəllim özü keçirir, özü nəzarət edir və qiymətləndirməni də müəllim edir eyni zamanda. Amma böyük summativ qiymətləndirmə isə sualları Təhsil Nazirliyi tərəfindən hazırlanır. Daha sonra məktəb rəhbərliyi keçirir, müəllim iştirak etmir. Yəni heç müəllim də yoxlamır. Eyni zamanda məktəb rəhbərliyi yoxlayır. Çünki baxın, böyük summativ qiymətləndirmənin həyata keçirilməsi biraz daha böyük prosesi əhatə edir və bəzi ola bilər ki, orada biz fən müəllimləri yox, başqa fən müəllimləri. Tutaq, biologiyadan keçirilirsə, coğrafiya müəllimi gəlib nəzarət edə bilər, məktəb rəhbərliyi nəzarət edə bilər. Eyni zamanda ibtidai sinif müəllimlərdən də, məsələn, yuxarı sinif və yaxud da başqa könüllü tələbələr də olur ki, gəlib iştirak edə bilirlər. Amma bəzən düzdür, məktəblərdə bu formada həyata keçirilmir. Elə müəllimlər hazırlayır, müəllimlər keçirir, müəllimlər qiymətləndirir. Amma ümumi olaraq, qayda olaraq böyük summativ qiymətləndirmə hər yarım ilin sonunda keçirilir, yəni 2 dəfə keçirilir. Məktəb rəhbərliyi keçirilməlidir, suallar Təhsil Nazirliyi tərəfindən hazırlanır və müəllim iştirak etmir. Kiçik summativ qiymətləndirmə deyirik ki, 45 dəqiqə ərzində aparılır. Bu dediklərimin çox hissəsi bu deməli
PDF-də yoxdur, özünüzdə qeyd etsəz yaxşı olar. Kitabda da bəziləri yoxdur. Yəni özünüzdə qeydiyyat aparın. Kiçik summativ qiymətləndirmə 45 dəqiqə ərzində aparılır. Yəni biz sadəcə kiçik summativ qiymətləndirməyə 45 dəqiqə vaxt sərf edirik. Amma böyük summativ qiymətləndirmə isə kiçik sinifdə, yəni aşağı siniflərdə 45 dəqiqə, yuxarı siniflərdə isə 45-90 dəqiqə ərzində aparılır. Yəni böyük siniflərdə biraz çətin olduğuna görə böyük summativ qiymətləndirmə bu 45-90 dəqiqə, yəni 2-45 dəqiqədə aparıla bilər. Bu ayaqda qeyd etdiyimiz kimi hər biri rəsmi sənəddir. Deməli, sonra biz nə deyirik? Ballar şkalasına baxaq. Bilirik ki, 0-30 bal arası 2 qiymətidir, 30-60 3-dür, 60-80 4-dür, 80-100 isə 5-dir. Biz jurnalda bunu yazanda, jurnalda buna 2 xana ayırırıq. Birinci xanaya balı, ikinci xanaya isə qiymətimizi yazırıq. Və indi belə bir məqamlar var burada. Hesablama qaydasını mən sizə deyəcəm. Amma ondan əvvəl vermək istədiyim məlumatlar var. Deyirik ki, summativ qiymətləndirmə kiçik, böyük fərqi yoxdur. Bəzən ola bilər ki, şagird burada iştirak etməsin. Bəs bu zaman biz nə etməliyik? Baxın, şagird əgər üzürlü səbəbdən kiçik summativ qiymətləndirməyə gəlməyibsə, şagirdin adının qarşısında olan xana diaqonal, yəni diaqonaldan bölünür, 2 yerə bölünür xana. Yuxarı yazırıq qayıb, aşağı isə, yəni bir damanı şagirdin adının qarşısına bir də vuruluram, dama olur da xana olur. Həmin xananı 2 yerə bölürüb, yuxarı hissəyə qayıb, aşağı hissəyə isə boş saxlayırıq. Yəni şagird gələnə kimi gözləyirik, kiçik summativ qiymətləndirmə daha 10 gündən sonra gələcək, 15 gün sonra gələcək, 20 gündən sonra gələcək, gözləyirik. Üzürsüz səbəbdəndirsə, yəni bizə üzürsüz səbəbdən xəstə olduğunu bildirib, əlində bizə material gətirib verib, arayış verib, tibbi arayış verib ki, bu uşaq xəstədir, xəstəliyi var və yaxud da gətirməsə belə biz bilirik ki, bu uşaq xəstədir, müəyyən qədər problemləri var, gələ bilmir. O zaman şagird gələnə kimi gözləyirik ki, gəlsin və summativə yazsın. Gəlib yazandan sonra da neçə alacaqsa, qiymətini həmin o diaqonala ayırdığımız xananın aşağısından yazırıq. Bəs üzürsüz səbəbdən gəlməsə nə olacaq? Üzürlü səbəbdən olanda dedik gələnə kimi gözləyirik. Amma üzürsüz səbəbdən olanda baxın, üzürsüz səbəbdən olduqda isə 0 yazılır. Yenə də diaqonalla 2 yerə bölünür, yuxarısına qayıb, aşağısı 0 bal yazılır. Əgər bizə heç bir məlumat verilməyibsə, bizə deyilməyibsə ki, bu uşaq dərsə niyə gəlmir və yaxud da heç bir tibbi arayışı falan yoxdursa, bu zaman 0 yazılır. Deyirik ki, baxın, əgər biz kiçik summativ qiymətləndirməni gözləyirik, növbəti kiçik summativ, məsələn, tutaq ki, bu gün ayın 10-udur, məsələn deyirəm, 10-u 10-cu ay 2025-ci il. Növbəti summativim olacaq 9-u 11-ci ay. 9-una kimi gəldi, gəlib yazdı. Yazmasa növbəti summativə gələndə artıq biz onu 0, bilincini 0 balından qiymətləndiririk. Bir də vurğulayıram. Şagird əgər üzürlü səbəbdən gəlmirsə, hər hansı bir xəstəliyi varsa, adının qarşısındakı xana 2 yerə bölünür diaqonalla. Yuxarına qayıb yazırıq, aşağıda isə gələnə kimi gözləyirik. Yəni növbəti summativə kimi, növbəti aydakı summativə kimi gəlib yazırsa, məsələn 85 ilə 5 alıbsa yazırıq. Yox, növbəti summativə kimi gəlmirsə, onda birbaşa 0 yazırıq. Eyni zamanda şagird üzürsüz səbəbdən gəlmirsə, yəni bizə heç bir məlumat verməyib, heç bir xəbər etməyib, sadəcə üzürsüz səbəbdən dərsə gəlmirsə, nə bilim toya gedib gəlməyibsə, biz avtomatik olaraq gözləmirik 0 yazırıq. Bir də belə bir şey var. Hansı ki gəlməyən şagird var idi, ki xəstəliyi var idi, arayışı var idi, həmin şagird üçün yeni suallar hazırlanmalıdır. Yəni biz əvvəlcə yəni bu birinci yazan şagirdlər var da, onlara hazırladığımız sualları gəlməyən şagirdə təqdim eləmirik. Çünki məsələn şagird məlumat ala bilər də hansı suallar idi, necə idi, körsətmə halları baş verə bilər. Ona görə gəlməyən şagird 10 gündən sonra gəlib yazacaqsa, onun üçün yeni suallar hazırlanmalıdır. Eyni hal böyük summativdə də var. Böyük summativ qiymətləndirmədə də üzürsüz səbəbdən gəlmirsə, qayıb yazırıq, aşağısına da avtomatik olaraq 0 yazırıq. Amma üzürlü səbəbdən gəlməyibsə, xəstəliyi olubsa, 2 həftə ərzində gözləyirik. Baxın, yalnız 2 həftə.
Kiçik summativdə növbəti summativə qədər gözləyirdik. Amma böyük summativdə isə 2 həftə ərzində gəlib yazırsa, yazır. Yazmırsa, yenə də avtomatik olaraq biz 0 yazırıq. Baxın, kiçik summativ qiymətləndirmə və böyük summativ qiymətləndirmənin keçirilməsi hansı siniflər arasındadır? Kiçik summativ qiymətləndirmə 1-ci sinifdə olmur. Yəni 1-ci sinifdə nə kiçik summativ var, nə böyük summativ var. Çünki elə bunlar uşaqdırlar, daha kiçik yaşlıdırlar. Kiçik summativ qiymətləndirmə 2-ci sinifdən başlayır, 11-ci sinifə kimi davam edir. Yəni 2-11-ci siniflərin hər birində biz kiçik summativ qiymətləndirməni həyata keçiririk. Amma böyük summativ qiymətləndirmə isə 4-cü sinifdən başlayır. Yəni 1, 2, 3-cü siniflərdə biz böyük summativ qiymətləndirməni həyata keçirmirik. Böyük summativ qiymətləndirmə 4-cü sinifdən başlayır, 11-ci sinifə qədər. Bəs indi bunun keçirilməsi necədir? Böyük summativ qiymətləndirmə 4-cü, 9-cu və 11-ci, yəni buraxılış sinifləri. 4, 9, 11. Bu siniflərdə bütün fənlər üzrə böyük summativ qiymətləndirmə keçirilir. Amma yerdə qalan 5, 6, 7, 8, 10-cu siniflərdə isə yalnız əsas fənlər. Həmin əsas fənlərdə Azərbaycan dili, riyaziyyat və ingilis dilidir. Kiçik summativ qiymətləndirmə dedik 1-ci sinifdə yoxdur. 2-dən başlayıb 11-ci sinifə keçirilir. Bütün fənlər üzrə böyük summativ qiymətləndirmədə yalnız 4-cü sinifdən başlayır 11-ci sinifə qədər keçirilir. 4, 9, 11-ci siniflərə bütün fənlərdən, yerdə qalan digər siniflərdə isə yalnız əsas fənlərdən 3 fən üzrə böyük summativ qiymətləndirmə həyata keçirilir. Aha, deməli, nə edirik? İndi nəyi hesablayırıq? Baxın, bu hesablanma. İndi deyirik ki, məsələn, 2-ci sinifdə, 3-cü sinifdə biz kiçik summativ, böyük summativ qiymətləndirmə keçirmirik. Böyük summativ qiymətləndirməni 4-cü sinifdən başlayırıq və 5, 6, 7, 8, 10-cu sinifdə də yalnız əsas fənlər üzrə böyük summativ qiymətləndirmə keçirilir də, digərlərindən keçirilmir. Bəs indi biz bu siniflərdə illik, yarımillik qiymətləndirməni necə çıxaraq? Baxın, bunun hesablanması belədir. Kiçik summativ qiymətləndirmənin balları toplanılır. Məsələn, Azərbaycan dilindən yox, Azərbaycan dilindən keçirilir böyük summativ qiymətləndirmə. Elə 3-cü sinifə götürək. 2-ci sinifdə şagird keçir Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, texnologiya, təsvir sənət, musiqi. Məsələn, həmin o Azərbaycan dilindən biz tutaq ki, 5 dənə kiçik summativ qiymətləndirmə keçirilmişiksə, bir yarım il ərzində həmin o 5 dənə summativ toplanır, bölünür 5-ə. 4 dənə summativ keçirilmişiksə kiçik, 4-ünün də toplanır və yarım ilin qiyməti çıxarılır. Deməli, eyni zamanda yuxarı siniflərdə də, nə bilim, həyat bilgisindən biz deyirik ki, daha doğrusu həyat bilgisi olmasın, biologiya olsun. Məsələn, 5, 6, 7 bu siniflərdə biologiyadan biz böyük summativ qiymətləndirmə keçirmirik. Yalnız əsas fənlərdən keçiririk. O zaman da nə edirik? Yenə də biologiyanı bir yarım il ərzində 3 dənə, 4 dənə, neçə dənə summativ keçirilmişiksə kiçik, onları toplayırıq, bölürük sayına. Bu da olur onun yarım illik qiyməti. Bəs böyük summativ qiymətləndirmə olanda nə edirik? Kiçik summativ qiymətləndirməni əvvəlcə toplayırıq. Məsələn, tutaq ki, 4-cü sinifdə şagird Azərbaycan dilindən 1-ci yarım ilə qədər, yəni sentyabrdan yanvara kimi 4 dənə summativ yazıb. 4-ün də biz onu toplayırıq, bölürük sayına, tapdığımız cavabı vururuq 0.4-ə, yəni 40%-ni tapırıq. Daha sonra bu qalır, tapdığımız cavab qalır. Sonra böyük summativ qiymətləndirməcə tutaq uşaq 60 bal alıb. Həmin bu 60-ında yox, deyək ki 70 bal alıb. Bu 70-ində 0.6-ya vurmalıyıq. Yəni 60%-ni tapmalıyıq. Buradan da tapdığımız cavabla kiçik summativ qiymətləndirməcə tapmışdığa 40%. Onu toplayırıq bir-biri ilə. Bu da olur şagirdin yarımilliyi. Bir də vurğulayıram. Birinci olaraq yarımilliyi çıxaranda böyük summativ qiymətləndirmə keçirilən siniflərdə. Kiçik summativi toplayırıq, bölürük sayına, onun 40%-ni tapırıq. Bu qalır burada. Sonra da böyük summativ qiymətləndirmənin ki, şagird tutaq 70 bal, 80 bal, neçə bal toplayıbsa onun 60%-ni tapırıq və bununla onu toplayırıq. Bu da olur şagirdin yarımilliyi. Bu formada, yəni qiymətləndirmə bu formada çıxarılır yarımilliklər. Bəs illik qiymətləndirmə necə keçirilir? Bu da birinci yarımildə və ikinci yarımildə şagirdin balını toplayırıq, bölürük 2-yə. Bu da olur onun illik qiymətləndirməsi. Bir də bundan sonra var beynəlxalq qiymətləndirmə. Beynəlxalq qiymətləndirməni ölkəmizin təhsil sistemini başqa ölkələrlə müqayisə etmək üçündür və 3 növü var. TIMSS, PIRLS, PISA. Baxın, TIMSS deyirik ki, 4 ildən bir keçirilir.
PIRLS 5 ildən bir, PISA isə 3 ildən bir həyata keçirilir. TIMS-ə STEM proqramı var. Yəqin bilirsiniz də STEM proqramı. STEM proqramı buna daxildir və riyaziyyat, təbiət elmləri üzrə keçirilir. İlk dəfə TIMS 1995-ci ildə keçirilmişdi və onun məqsədi nədir? Məqsədi baxın, ölkələr üzrə təbiət və riyaziyyat elmləri üzrə nailiyyətin ölçülüb artırılması, ölkələrdə riyaziyyat və təbiət elmləri haqqında məlumat almaq, güclü zəif tərəflərini müəyyən etmək nəzərdə tutulur. TIMS Azərbaycanda 2011-ci ildən tətbiq olunub və 2011-ci ildə Azərbaycanda ilk dəfə Azərbaycanda iştirak edir bu proqramda və 4-cü siniflər təmsil olunmuşdur. Bəs PIRLS nədir? PIRLS isə oxu və anlama bacarıqlarını, yəni mətn tapşırıqları üzərində biz bunu işləyirik. Hər il 4-cü siniflərdə, daha doğrusu hər il deyəndə PIRLS 5 ildən bir keçirilir. 5 ildən bir 4-cü siniflərdə tətbiq olunur. Azərbaycan da 2011, 2016 və 2021-ci illərdə iştirak edib burada. Və sonuncu olaraq da PISA-dır. PISA isə 3 ildən bir keçirilir. Bu da şagirdin praktik tətbiqidir. Yəni şagirdlərin öyrəndiklərini praktikada necə tətbiq edirsə, onun yoxlanılmasını nəzərdən tutulur. Baxın, PISA-nın 3 kateqoriyaya bölünür. Təməl PISA, təməl yəni orta və yüksək. Bir də nəyə diqqət edirik? Testdə qarşımıza çıxsa ki, assosiasiya tərəfindən həyata keçirilən, bu olur TIMS-lə PIRLS, amma İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən keçirilən isə PISA-dır. Ümumi bu qədər, biraz qarışıq mövzudur, düzdür, amma belə oxusaq, mahiyyətini yaza-yaza, mahiyyətini anlasaq, o qədər də çətin deyil. Bu qədər dəyərli müəllimlər, qiymətləndirmə ilə də bizim ikinci bölməmiz yekunlaşır və üçüncü bölməmiz artıq çox maraqlı nəzəriyyələr bölməsi gəlir. Növbəti izahımızda görüşənədək.